Pensiyalarda gözlənilən 30-50 manatlıq artım ictimaiyyətdə birmənalı qarşılanmayıb. Rəsmi açıqlamalara görə bu artım sosial təminatın gücləndirilməsi məqsədi daşısa da, bir çox vətəndaş gündəlik xərclərin fonunda bunun kifayət etmədiyini düşünür. Bəs bu artım real inflyasiya fonunda alıcılıq qabiliyyətini qoruyurmu? Məsələ ilə bağlı Yeni Sabaha danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, hazırki artımlar insanların gözləntilərinə cavab vermir. Pensiyaların artımı ilə bağlı gözləntilər təbii ki, fərqlidir. Ancaq nəzərə almaq lazımdır ki, pensiyaları birdən-birə 2 və ya 3 dəfə artırmaq mümkün deyil. Təbii ki, hazırki artımlar insanların gözləntilərinə cavab vermir. İnflyasiya, qiymət artımı, xüsusilə də ərzaq və dərman preparatlarının qiymətləri artan təqaüdlərin real dəyərini göstərmir. Yəni, artımlar vətəndaşlara real təsir etmir. Ona görə də təqaüdün həcmi və ödəniş miqdarı ümumiyyətlə təqaüdçilərə ödənilən vəsait kifayət qədər artırılmalıdır. İqtisadçı əlavə edib ki, ölkədə təqaüd sistemi yenidən qurulmalıdır. Bunun yolları da tapılmalıdır. Təqaüd sistemi yenidən qurulmalı, ölkədə iqtisadi aktivlik olmalı, qazanc və büdcənin gəlirləri artırılmalıdır. Bütün bunlar nəticədə təqaüd formasında vətəndaşlara geri dönməlidir. Təəssüf ki, hazırda təqaüdlərin cəmi 8-9% artırılması planlaşdırılır ki, bu da inflyasiyanın yaratdığı yükü aradan qaldırmağa kifayət etmir.